İsrafın iki növü var. Bir var maddi israf, bir de var mənəvi israf. Maddi israf müxtəlif cür izah eləyə bilərik. Bunu müxtəlif məqamlarda baş verir. Bir budur ki, məsələn, qidada israf etmək, yeyib içməkdə israfa yol vermək. Allah Quranda da buyurur, yeyin için amma israfa yol verməyin. Bir nəfər restoran açır, pəncərəsinə də şüşəsinə vitrin tərəfə bir Quran ayəsi yazır. Yazır ki, Allah buyurub, yeyin için. Ta ayənin ardını yazmır ki, israf etməyin. Həqiqətən Allah israf edənləri sevməz. Qidada, yemək məsələlərində çox zaman biz israfa yol veririk. Və bunun da müxtəlif tərəfləri var. Bir də fərdi olaraq özümüz yeyib içməkdə müəyyən israfa yol verək. Bir də var, bu ictimailəşir, kütləviləşir. Məsələn, deyək ki, ehsan verirsən. İt'amut ta'am hədislərimizdə də qeyd olunub. Ac insanları doyurmaq müstəhəb bir əməldir. Və şükür olsun Allaha ki, bizim cəmiyyətdə bu sünnə, bu adət ənənə, bu müstəhəb hələ də davam eləyir. Ki, bəzən məsələn biz yas yerlərimizdə ehsan verərik və yaxud da hansısa bir nəzr edərik, ehsan verərik. Ac insanları dəvət edərik, doydurarıq. Düzdür, bəzən tox insanları da çağırıb doyururuq onları. Amma daha yaxşı olar ki, ac insanları doyuraq. Xüsusilə də əza məclislərimizdə, toy məclislərimizdə yeyib içmək məsələlərində həddən artıq israfa yol veririk. Ki, artıq qalan qidalar ümumi şəkildə götürsək, zay olub gedir. Halbuki, məsələn, elə ölkələr var ki, məsələn, Afrika materikində yerləşən elə ölkələr var ki, insanlar orada bir içim su tapmırlar. Bir parça çörək tapmırlar ki, yesinlər, qidalansınlar. Əmir əl-Mömin əleyhissalamın gözəl bir sözü var. Deyir ki, harda bol neymət gördümsə, onun yanında tapdalanmış haqq gördüm. Bizim etdiyimiz israflar kiminsə tapdalanmış haqqıdır ki, biz o haqqı tapdalamışıq. Çünki biz bəzən niyyətlərimizdə insanları düşünürük. Niyyətimiz Allah üçün olmur. İftar süfrəsi məsələn təşkil edirik, istəyirik hər cür yemək olsun orada. Çünki gələn qonaqlar sonra ağız büzməsinlər ki, yemək zəif idi, az idi. İnsanları fikirləşirik, insanların rizasını fikirləşirik. İstəyirik bizim ardımızdan insanlar təriflər desinlər, gözəl sözlər desinlər, məth eləsinlər bizi. Və yaxud da müəyyən təbəqə insanlara biz ancaq yemək veririk. Bu da israfdan sayılır. Çünki təbzir nədir? Təbzir dedik ki, israfın digər bir növüdür də təbzir və israf. Quran-ı Kərimdə bu ikisi keçir. Təbzir bu idi ki, haqqı olmayan yerə sərf etmək bir şeyi. Əmir əl-Mömin əleyhissalamın Bəsrədə bir valisi vardı, Osman ibn Huneyf Ənsari. Bəsrəyə vali təyin etmişdi onu. Bəsrənin tacirləri, imkanlı insanları bir ziyafət təşkil edilər və bunu da dəvət etdilər həmin ziyafətə. Bu da getdi ziyafətdə iştirak elədi. Normalda bizim çoxumuz bunu eləyirik. Xəbər əleyhissalama çatanda ona bir məktub yazıb onu qınadı. Dedi, eşitmişəm sən elə bir ziyafətə getmisən ki, o ziyafətə kasıblar çağırılmayıb, ancaq varlılar dəvət olunub. Bu da bir israfdır.